NATO nüvə hücumundan müdafiə təlimlərinə başlayıb. Alyansın 14 ölkəsinin iştirak etdiyi manevrlərin əsas məqsədi nüvə müdafiə qabiliyyətini gücləndirməkdir. Müntəzəm olaraq keçirilən təlimə bu il Niderland ev sahibliyi edir. Əsas mərkəz Volkel hava bazası olsa da, dəstək əməliyyatlar Belçikadakı Klein-Brogel hava bazasından və İngiltərədəki Lakenheath Krallıq Hava Qüvvələri məntəqəsindən həyata keçirilir. Təlimlərə 70-ə yaxın təyyarə və 14 üzv ölkədən 2000-ə yaxın hərbi qulluqçu qatılıb. Artıq ənənəvi xarakter alan təlimlərdə həm adi, həm də nüvə tapşırıqlarını yerinə yetirən universal döyüş təyyarələrinin müxtəlif manevrlər edəcəyi gözlənilir. Təlimlərdə Birləşmiş Ştatların F-35, Almaniyanın Tornado, Polşanın F-16, Finlandiyanın F-18 və İsveçin Gripen qırıcıları iştirak edir. Analitiklərin fikrincə, NATO'nun nüvə adı altındakı təlimlərinin əsas məqsədi Rusiyaya xəbərdarlıq mesajı göndərməkdir. Düşünürəm ki, bu böyük hərbi təlimdir. Bununla Rusiyaya əslində bir növ mesaj da verilir. Demək istəyirlər ki, növbəti hədəf olaraq düşündüyün yerdə biz varıq. Nüvə silahı ilə təhdid etmənin isə heç bir faydası yoxdur. Çünki nüvə silahına sahib olan ölkə sadəcə Rusiya deyil. NATO'nun 3 üzvü, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransa da oxşar silaha malikdir. Bundan əlavə nüvə silahı olmayan digər NATO üzvləri də var ki, alyansın sözgedən silahların paylaşılması doktrinasına uyğun olaraq həmin sursatları öz ərazilərinə yerləşdirə bilərlər. Vəziyyətin gərgin olduğu bir vaxtda Rusiyaya aid sualtı qayıqlar NATO ölkələrinin dəniz sərhədlərinin yaxınlığında peyda olub. Belə ki, Alyansın hərbi dəniz komandanlığı Fransa hərbi dəniz qüvvələrinə məxsus freqatın Rusiya sualtı qayığını müşahidə etdiyini göstərən fotolar yayıb. 73 metrlik Novorossiysk dizel elektrikli hücum sualtı qayığı nüvə silahı daşıma qabiliyyətinə malikdir. Qərb ölkələrinin kəşfiyyat məlumatlarına görə yaşanan texniki nasazlıq səbəbindən su üzünə çıxan sualtı qayığın ciddi təmirə ehtiyacı var. Üstəlik sualtı qayıq təmir üçün ehtiyat hissələri və ya ixtisaslı mütəxəssislər olmadığından ekipaj nasazlıqları aradan qaldıra bilmir. Bəzi analitiklərin fikrincə Rusiyaya məxsus sualtı qayığın NATO'nun dəniz sularına yaxın görünməsi nə təsadüf, nə də texniki nasazlıqla əlaqəlidir. Rusiya həmişə NATO'nun nəbzini yoxlayıb. Bu addımın da eyni amala xidmət etdiyini söyləyə bilərik. Lakin bu bir tərəfdən də xəbərdarlıqdır. Yəni biz yaxındayıq və əgər üzə çıxmasaydıq, sizin radar sistemləriniz burada olmağımızdan xəbəri belə yox idi. Düşünürəm ki, vəziyyət heç də yaxşı deyil. Belə davam eləyəcək halda qlobal münaqişə riski olduqca yüksəkdir. Bununla yanaşı Amerika Birləşmiş Ştatlarının Müharibə Araşdırmaları İnstitutu qorxulu proqnoz verərək Rusiyanın alyansa gözləniləndən daha tez zərbə indirə biləcəyini deyib. Qeyd olunur ki, son zamanlar baş verən təxribat və casusluq fəaliyyətləri əslində alyans ilə mümkün müharibəyə hazırlıq elementləri sayılmalıdır. Mütəxəssislər Ukraynadakı aktiv hərbi əməliyyatlar dayandırıldıqdan sonra Moskvanın NATO'nun şərq cinahında əhəmiyyətli hərbi qüvvələr yerləşdirə biləcəyini proqnozlaşdırırlar. Rusiya rəqiblərinin bu cür imkanlarını məhdudlaşdıraraq tank və zirehli texnikanın intensiv istifadəsi olmadan geniş miqyaslı döyüş əməliyyatları aparmağa imkan verən yeni taktika hazırlayır.